Şabran şəhərində ötən əsrin əvvəllərində inşa edilmiş, istismar müddətini tam başa vurmuş yaşayış binaları sakinlər üçün ciddi təhlükəyə çevrilib. 14 binanın sakinləri hər an uçmaq təhlükəsi olan mənzillərdə qorxu içində yaşayırıq deyirlər. Bu yaxınlarda mənzillərdən birində tavanın çökməsi narahatlığı daha da artırıb. Sakinlər təhlükədən nəhayət nə vaxt xilas ediləcək? Sujeti izləyək, gərək qəzalı, təhlükəli binalarla bağlı görək aidiyyəti qurumlar nə düşünür? Çürümüş dam örtüyü, uçan tavanlar, rütubət və təhlükə dolu yaşayış şəraiti. Ömrünü başa vurmuş bu binalar Şabran şəhərində Nizami küçəsi ilə dəmir yolu xətti arasında yerləşir. Sakinlər bildirir ki, bu binalarda yaşamaq artıq həyati təhlükə yaradır. Bunlar dəmir yol balansında olan binalar olub, sonradan bunlar verilib indi rayonun balansına. 47-ci il, 48-ci illərdə tikilən binalardır. Köhnə binalardır, yararsızdır. Bunların orta hissələri tranka deyirlər, taxtalardan çəkilmə şeylərdir. Hansına əlbi vurursan, şkatulları qopardırsa, çürüyüb. Dam örtüyü dəyişiblər, düzdür, üstünü şifrini dəyişiblər. Ancaq keyfiyyətsiz dəyişilib də, yəni dam örtüyü hamısı çürük, köhnə taxtalar hamısı. Tüm bina hələ bir ki, hamısı çürümdadır. Daha onun bir yeri yoxdur ki, deyəsən ki, bir emeni bir 3 il qala bilərik. Heç bir gün də qalmaq olmaz. Mən öz uşaqlarımı köçürtdüm kiraya. Şabran rayon icra hakimiyyətindən bildirilib ki, rayon ərazisində 1909-1954-cü illərdə inşa edilmiş 14 2 mərtəbəli 12 mənzilli yaşayış binası mövcuddur. Bu binaların istismar müddəti başa çatıb və onların yeniləri ilə əvəz olunması prioritet məsələdir. Bu binaların dam örtüyündə rayon icra hakimiyyəti tərəfindən müxtəlif illərdə təmir bərpa işləri aparılsa da, lakin binanın özülündə və daxilində ümumi konstruksiyada boşalmalar baş verdiyinə görə nəticədə belə qəza halları baş verir. Xatırladaq ki, yanvarın 2-sində Nizami küçəsində yerləşən bu binanın 2-ci mərtəbəsindəki mənzilin tavan hissəsi çöküb. Nəticədə yatmış vəziyyətdə olan sakinlərdən biri yüngül xəsarətlər alıb. Cəfər Talıb, Sənan Bəhrəmli, Sərxan Mirzəyev, ATV Xəbər, Şabran.